uşaqlıqda yaşadığımız hadisələr, ailə daxili münasibətlər və yaxud da travmatik situasiyalar bizim bugünkü münasibətlərimizə də təsir göstərir. Anam atamı sevib, onunla ailə həyatı qurmuşdu və o nə qədər şiddətə məruz qalsa da, ondan boşanmağa məcbur olsa da, həmişə atama qarşı içində böyük bir sevgi olub, həmişə böyük sevgi ilə yaşayıb. Şiddətə məruz qalan qadın görəndə necə hiss edirsən? Atam həmişə anama deyirdi ki, sən onu başından burax, uşaqlar evinə qoyaq, yeni bir uşaq dünyaya gətirərik. Seçdiyin xanımların hər hansısa bir ortaq cəhətləri olubmu? Partnyorlarım da eyni anan kimi gözləmədiyim şəkildə məni tərk edirlər. Anam burada olsaydı, ona nə demək istəyərdin? Əvvəl səni qoruya bilməsəm də, əgər indi sən mənim yanımdasansa, heç nədən qorxmağına ehtiyac yoxdur.